Salam əziz 6-cı siniflər. Sizə ümumi tarix kesikəsini izah edəcəm. 2 variantda, hər variantda 15 sual olmaqla. Demək, birinci sual belədir. Misirdə qulları necə adlandırırdılar? Misirdə qulları canlı ölü deyə adlandırırdılar. Ön Asiyada Dəcə və Fərat çaylarının arasındakı ərazini necə adlandırırdılar? Təbii ki, Mesopotamiya, yəni 2 çay arası. 3-cü Tutmoz və 2-ci Ramzes adlı Misir fironları harda işğalçı müharibələr aparıblar? Təbii ki, Ön Asiyada. Burada onlar haralara yürüş edirlər? Suriya, Fələstin və Finikiyaya. Növbəti sual. 4-cü sual. Eramızdan əvvəl 4-cü minilliyin sonunda Vahid Misir dövlətinin ilk paytaxtı. İlk paytaxtı Memfis, daha sonra isə 2-ci minillikdə Fivə köçürülüb. Uyğunluğu müəyyən edin. Qalın gövdəli hündür bitki papirus. Hündürdə yerləşən tarlaları suvarmaq üçün qurğu şaduf. Şumer şəhər dövlətlərində hökmdar Luqal. Əslində bu kesilqə çox asan idi. Çünki Misir Şumer uşaqların sevdiyi mövzudur. 6-cı sual. İlk dəfə doluş çarxı əsasında təkər icad ediblər. 10-luq və 60-lıq hesablama sistemini yaradıblar və 2 çay arasının yerli sakinləri deyildilər. Yəni, bura sonradan gəliblər. Təbii ki, söhbət Şumerlərdən gedir. 7-ci sual. Uyğunluq pozulmuşdur. Yəni, səhv olanı tapmalıyıq. Misir Afrikanın şimal-şərqində yerləşir. Bəli. Hündürdə yerləşən ərazini suvarmaq üçün şaduf istifadə olunurdu. Bəli. Ən hündür piramida Xeopsa aiddir. Bəli. Şumerlərin ilk şəhəri Memfis yox, Eredudur. Memfis Misirlilərin şəhəri idi. 8-ci sual. Het dövləti ilə sülh müqaviləsi imzalanmışdı. Eramızdan əvvəl 13-cü əsrdə Suriya uğrunda müharibə aparmışdı. Misirin ən qüdrətli fironlarından biri olmuşdu. Söhbət 2-ci Ramzesdən gedir. Hətta onlar arasında imzalanan müqavilə tarixin ilk yazılı müqaviləsi sayılır. 9-cu sual. Gilgameş haqqında dastan yaranıb. Şumerdə. Misirdə yazı vasitəsi papirus. Bu da çox sadə sual idi. 10-cu sual. Xronologiya. Əhəmənilərin Misiri işğal etməsi eramızdan əvvəl 525 Pelusiya döyüşündən sonra. Misirdə vahid dövlətin yaranması eramızdan əvvəl 4-cü minillik, yəni əsrin minilliyini mütləq qeyd eləməlisiniz. Şumer şəhər dövlətlərinin süqutu. Şumer şəhər dövlətləri hansıları idi? Ur, Uruk, Kiş, Eredu. 3-cü minilliyin sonu yazaq. Misir Het müqaviləsi isə eramızdan əvvəl 13-cü əsrdir. Minillik olaraq 2-ci minillik. Tutaq ki, biz bunları yığırıq. Eramızdan əvvəldə yuxarıdan aşağıya doğru seçməliyik. Yəni 2, 3, 4, 1. Cavab olacaq A variantı. 11-ci sual. Şumerlərə aid olanları seçin. Hetlər üzərində qələbə qazanaraq Fələstin və Finikiyanı öz torpaqlarına qatdılar. Bəli, bu düzdür. 2-ci Ramzes. Yox, bu Misirə aiddir. Bu isə Şumerlərə aid olanları soruşur. 1 getdi. Şumerdə şəhərlər adətən Zikkurat adlı məbədin ətrafında salınırdı. Bəli. Onlar Sfinksi dəhşətlər atası adlandırırdılar. Bu da Misirə aiddir. Şumerlərin ilk şəhəri Eredu idi. Bəli. Ehramlar ölkəsi adlanırdı. Xeyr, bu da Misirə aiddir. Cavab olacaq 2, 4. Növbəti sual. Boşluqları doldurun. Yəni Misir 1 olacaq, Şumer 2. Misirə aiddir 1A, B, Şumerə aiddir 1B, C. 1AB, 2BC. Yəni cavab A variantı. 13-cü sual. Boşluqları doldurun. Misirdə qullara canlı ölü deyirdilər.
Ən hündür piramida Xeopsa məxsus idi. Misirdə heroqliflər müqəddəs işarələr adlandırılırdı. Zikkurat adlı məbədlər 3, 5, 7 mərtəbədən ibarət olurdu. 14-cü sual Venn diaqramı, müqayisə. Hər iki ərazidə də çox tanrılıq var idi. Yəni 3A. Çati Misirə aid anlayışdır. 60-lıq say sistemi Şumerə aiddir. Luqal Şumerə aiddir. Zikkurat isə Şumerə aiddir. Cavab belə olacaq. 15-ci sual. Hər iki dövlət müharibədə döyüş arabalarından istifadə edirdi. Ön Asiya uğrunda baş verən müharibədə böyük itkilər baş vermişdi. Sonda sülh müqaviləsi imzalandı. Müqaviləyə görə Fələstin, Finikiya tam Misirə, Suriyanın bir hissəsi isə Hetlərə qalmışdı. Bu hadisə baş verib eramızdan əvvəl 13-cü əsrdə Misirlə Hetlər arasında. Müharibə hansı fironun dövründə idi? 2-ci Ramzes. Həmən müqavilə hansı dövlətlər arasında olub? Het padşahlığı və Misir arasında. Keçək B variantının izahına. Qədim Misirdə ali məmur adlanırdı Çati. 3-cü Tutmosun Misirə birləşdirdiyi ərazilər. Fələstin, Finikiya, Suriya. 3-cü sual. Böyük istiləşmə dövründə Afrikanın şimalında meydana gəlmişdi. Böyük Saxara səhrası. 4-cü sual. Eramızdan əvvəl 4-cü, 3-cü minillikdə Mesopotamiyada meydana gələn şəhər dövlətlər. Memfis, Nəfif Misirin şəhərləridir. Bura aiddir 2, 3. Bunu 3 eləyək. Cavab da A variantı. 5-ci sual. Eramızdan əvvəl 4-cü minilliyin sonunda Misirdə yuxarı Misir, aşağı Misir üzərində qələbə çalıb, Misiri vahid dövlətdə birləşdirdi. D variantı. 6-cı sual. Qədim Misirin hökmdarı idi. Ön Asiyada işğalçı müharibələr aparıb. Suriya, Fələstin və Finikiyanı tam işğal edib. Bu 2-ci Ramzes ola bilməz. Nəyə görə? Çünki 2-ci Ramzes Suriyanı Hetlərlə bölüb. Amma 3-cü Tutmos isə hamısını tam tabe eləyib. Ona görə də cavab D variantı. Keçək 7-ci suala. Düzgün fikirləri seçin. Gilgameş haqqında dastanda dünyanın su basması haqqında rəvayət var. Bəli. Şumer şəhər dövlətləri 3-cü minilliyin sonunda müstəqilliklərini itirdilər. Bəli. Bu da düzdür. 3-də səhv nədir? Şumerlərdə zikkurat məbədlər idi. İnsan bəşdi, aslan bədənli həmən o varlıq Sfinks idi, Misirə aiddir. 4-cüyə baxaq. Duluz çarxı və arabaları ilk dəfə Misirlər yox, Şumerlər kəşf edib. 8-ci sual. Səhv olanı tapmalıyıq. Suriya, Misir və Hetlər arasında bölüşdürüldü. Bu düzdür. Hetlərlə döyüşmüşdü 2-ci Ramzes. Bu da düzdür. Müqəddəs işarələr adlanırdı heroqliflər. Bu da düzdür. Amma D variantı səhvdir. Misirdə məbədlər zikkurat adlanmırdı. Zikkurat Şumerlərə aiddir. 9-cu sual. Dəcə və Fərat çaylarının arası Mesopotamiya adlanırdı. Demək, Misirin sonuncu qüdrətli fironu isə 2-ci Ramzes idi. Demək, bu sualda biraz səhvlik var. Uşaqlar, siz özünüz yəqin ki, başa düşdünüz. Misirin son qüdrətli fironu 2-ci Ramzesdir, ərazi isə Mesopotamiyadır. 2 çay arası. Demək, 10-cu sual. Xronoloji ardıcıllığı müəyyən edin. Suallarda uşaqlar müəyyən texniki səhvlər ola bilər. O da vaxtın azlığından dolayıdır. Belə deyək də, tam redaktə eləyə bilməmişəm ki, tez yüklüyüm, sizə çatdırım ya da müəllimlərlə paylaşım. Ona görə də belə xırda səhvlər ola bilər. 10-cu sual.
10-cu sual təkrar olmalıdır. Pelusiya döyüşü 525. Misirdə vahid dövlətin yaranması 4-cü minillik. Baxın, minilliyi mütləq qeyd eləməlisiniz. Çünki bu ildir, bu minillikdir. Şumer şəhər dövlətlərinin süqutu eramızdan əvvəl 3-cü minilliyin sonu. Misir-Het müqaviləsi eramızdan əvvəl 13-cü əsr. Yəni mən təbii ki, 1-ci 4-cü minilliyi, sonra 3-cü minilliyi götürəcəm. Bu əsrlə verilibsə, onu da minilliyə çevirim ki, daha rahat olsun. Yəni 2, 3, 4, 1. A variantı. 11-ci sual. Misirə aid fikirləri müəyyən edin. Hetlər üzərində qələbə qazanaraq, bəli, Fələstin və Finikiyanı öz torpaqlarına qatmışdılar. Amma Hetlərlə bölmüşdülər Suriyanı. Onların Zikkurat adlı məbədləri yox idi. Misirlilər Sfinksə dəhşətlər atası deyirlər, bəli. 2-ci minillikdə Misirdə vahid dövlət yaranmayıb, 4-cü minillikdə yaranıb. Misirdə ən hündür piramida Djoserə yox, Xeopsa məxsusdur. Cavab olacaq 1, 3. 12-ci sual. Afrikanın şimal-şərqində yerləşirdi. Misir, Het tayfalarını məğlub edib, onlarla sülh müqaviləsi imzalamışdı. 2-ci Ramzes. İlk piramida Djoserə məxsus idi. Mixi yazını kəşf etmişdi Şumerlər. 13-cü sual. 1, bura yazaq 1. Burada yazaq 2. Demək, ilk piramida Djoserdə düzdür. Misirin An adlı günəş tanrısı yox idi, Ra idi. Ehramlar ölkəsi idi, bəli. Şumerin Uruk adlı şəhər dövlətləri var idi. Hieroqlif yazı aid ola bilməz. İki C arasında yerli sakinləri deyildilər. Bura gəlmə idilər. Cavab olacaq 1 A, C, 2-də də A. Burada da bir balaca texniki səhv var. Siz düzgün cavabı burada qeyd edərsiniz. 14-cü sual. Misir və Şumeri müqayisə eləyək. Riyaziyyat elmi daha çox inkişaf etmişdi Şumerlərdə. Suriya, Fələstin və Finikiyanı işğal etmişdi Misir. İlk yazı şəkli idi hər ikisində. Luqal Şumerə aid anlayışdır. Paytaxtları Memfis və Fiv olmuşdu Misirdə. 15-ci sual. Şumerlərlə bağlı düzgün cavabları yazın. Şumerlərin ilk şəhəri Eredu. Qədim Şumerdə hansı şəhər dövlətləri var idi? Ur, Uruk, Kiş, Eredu, Nippur. Şəhərin təsərrüfat həyatına rəhbərlik etmək üçün yaranmışdı En, daha sonra isə Ensi adlı vəzifə. Amma Luqal isə biz deyirik ki, hərbi başçı idi. O, müharibələrin sayı artandan sonra məşhurlaşdı. Cavab Ensi. Uşaqlar, suallar bitdi. Ümid edirəm ki, tam anlaya bildiniz. Yenə də nəsə sualınız olsa, rəylərdə bildirə bilərsiniz. Gələn dərslərdə görüşərik.